Bugün Aşura günüdür. Muharrem ayının 10-cu günü İmam Hüseynin ve onun sadiq dostlarının şəhadətə çatdığı saatlar, şəhadətə çatdığı dəqiqələrdir. Vurğunu şicidaya hitap etti o Zeynep benim tazen. Kərbəla bizə bir dərs verdi. O Kərbəlanın şəhidləri. Bir tərəfdə cəmi 70 nəfərə yaxın insan var. Digər tərəfdə 30 min insan var. Amma Kərbəlada tam fərqli bir aura oldu. Dünən gecə 34 nəfərə yaxın insan keçdi İmam Hüseyn tərəfə. Zəhranın, Firdevsi'de Zəhranın, kırdım belini qəmdən, kırdım belini qəmdən, nə şərmi həya etdim, nə xətmi peyğəmbərdən. Yəni insanlar necə oldu ki, məğlub olacaqları qoşuna tərəf gedib keçsinlər? Döyüşdə məlumdur sabah kim məğlub olacaq. Amma buna rəğmən 30 neçə nəfər insan keçir İmam Hüseyn tərəfə. Bunun neçə səbəbi var. Bir səbəbi də budur ki, İmam Hüseynin tərəfdarları o qədər mehriban idilər ki, onlar o mehribanlığın cazibəsinə keçdilər İmam Hüseyn tərəfə. Şnei beymani Hüseyin